Hörmətli tələbələr, sizləri salamlayıram. Burada əyləşən qonaqlarıma da xoş gəldin deyirəm. Sizi bizim tədbirdə iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm. Tədbirimizdə iştirak edən qonaqları sizlərə təqdim edirəm. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansının sədri Dilarə xanım. Kəncəli və partnyorlarının vəkil bürosunun vəkili Kəmalə xanım Tağıyeva. Yasamal rayon icra hakimiyyətinin baş məsləhətçisi Şıx Cəfərli Cavid müəllim. Bakı Dövlət Rabitə Nəqliyyat Kollecinin tələbəsi Gənclər Təşkilatının müavini Cəmilə xanım. İndi də tələbələr, hörmətli tələbələr, qonaqlar bizim dövlət himnimizi səsləndiririk. Hörmətli qonaqlar və tələbələrimiz, bir dəqiqəlikdə şəhidlərimizin ruhunu üçün bir dəqiqəlikdə yad edək. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Hörmətli qonaqlar, sizləri salamlayıram. Hər birinizə tədbirimizdə iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırmaq istəyirdim ki, Dayaq Sosial Maarifləndirmə İctimai Birliyi olaraq Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə sosial siyasətdə ictimai təşəbbüslər layihəsini həyata keçirtməkdəyik. Layihə haqqında qısa olaraq sizə məlumat vermək istəyirəm. Layihənin əsas məqsədi, təbliği bu yöndə ictimai rolun artırılmasından ibarətdir. Azərbaycan
Azərbaycanda həyata keçirilən sosial siyasət ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi ilə bağlı davamlı dövlət proqramları uğurla icra olunur. Pensiya, müavinət və digər ödənilərlə yanaşı məşğulluq problemlərinin həlli proqramları vasitəsilə bir çox vətəndaş şəxsi biznesini quraraq sosial öhdəliyini qarşılayır. Bu proqramlar vasitəsilə vətəndaşlara göstərilən diqqət, eləcə də sosial siyasətin uğurla icrası bir sıra hallarda anti-Azərbaycan qüvvələri tərəfindən yanlış istiqamətdə cəmiyyətə ötürülür. Bunun nəticəsində sosial siyasətə kölgə salınır. Bütün bunların qarşısını almaq üçün təşkilat olaraq ölkədə həyata keçirilən siyasətin yerlərlə təbliği, vətəndaşların sosial siyasətdən daha da səmərəli istifadə etməsi üçün maarifləndirmə işinin aparılması yönündə qərar qəbul etdik. Prezident cənab İlham Əliyevin uğurla sosial islahatlar proqramının əsas hədəfləri vətəndaşların rifah halının yüksəldilməsidir. Bugün ölkədə sosial xidmətlərin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması sosial sahədə vətəndaşların şəffaf, çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulması, prioritet sahələrində bu istiqamətdə DOST konsepsiyasının davamlı olaraq sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması, 2019-cu ilin əvvəlində sosial ödənişlərin elektron sistem üzərində proaktiv təyinatı mexanizmləri həmin il ölkənin sosial reyestri olan sosial portalı 2021-ci ildə fərdi hesabların qaydada proaktiv şəkildə açılması xidməti 2022-ci ildə əmək və məşğulluq alt sistemi işə salınır. Təcrübə və təşkilata edilən müraciətlər isə onu deməyə əsas verir ki, hələ də vətəndaşlar yaradılan bu imkanlardan səmərəli istifadə edə bilmir. Sosial proqramlarda səmərəli yararlanmaq imkanlarına malik deyirlər. Belə bir layihə həyata keçirməklə daha çox vətəndaş sosial xidmətlərdən yararlanacaq ki, bu da ölkədə vətəndaş məmnunluğu ilə yanaşı həyata keçirilən sosial siyasətin daha da dərinləşməsinə gətirib çıxaracaq. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata keçirdiyi sosial proqramlarda əhalinin əsas qruplarının marağını əsas götürərək cəmiyyətdəki münasibətlərinin tənzimlənməsində təzahür edir. Sosial yönümlü siyasətin nəticəsidir ki, 2003-cü ildən bu vaxtadək əmək haqları təxminən 8 dəfə, pensiyalar isə 10 dəfədən çox artır. Yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının genişlənməsi nəticəsində əhalinin işsizlik göstəricisi 5%-ə enib. Son 16 ildə ölkəmizdə 2 milyondan çox yeni iş yeri yaradılıb. Ötən il beynəlxalq təminat Assosiyalı tərəfindən 20 ölkədən 76 sosial layihəsinin iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı Dövlət Sosial Yardımı üzrə elektron sisteminin xüsusi mükafata layiq görülməsi də məhz bu sahədə şəffaf elektron sisteminin qurulmasının nəticəsi idi. Layihə bitdikdən sonra təşkilat öz daxili imkanlarından istifadə edib, layihə çərçivəsində əldə olunan təcrübədən istifadə edəcək və TV verilişlərinin, saytların, kütlə informasiya saatlarının geniş yayılmasının həyata keçirəcək. Bununla yanaşı, layihə iştirakçısı qazandığı təcrübə ilə digər bu kimi layihələrin reallaşmasında fəal rol oynayacaq. Layihənin məqsədi sosial siyasətdə özünə məşğulluqla bağlı qayğıya ehtiyacı olan insanlara sosial xidmətin göstərilməsindən, ictimai rolun artırılmasından ibarətdir. Belə bir layihə həyata keçirməklə sosial yardıma ehtiyacı olan insanlara dəstək göstərmək, sosiala ehtiyacı olan insanlara diqqəti daha da artırılacaq. Bakı şəhərində belə bir layihənin həyata keçirilməsi, hökumətin həyata keçirdiyi sosial siyasətdə ictimai rolun artırılmasından ibarətdir.
kütləvi informasiyalarda, sosial şəbəkələrdə həyata keçirilən təbliğat vasitəsilə problemin aktuallığı gündəmə gətiriləcək. Bu da sosial problemlərin həllinin öz müsbət təsirini göstərmiş olacaq. Hörmətli vətəndaşlar, mən indi sözü verirəm Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Kəmalə xanım. Salamlayıram, əziz tədbir iştirakçıları, hörmətli Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansının sədri Dilarə xanım, Hicran xanım, digər iştirakçılarımız, həm də əziz gənclər, kollec heyəti sizi salamlayıram və öz çıxışıma başlamaq istəyirəm. Öncə deyim ki, hamımıza məlumdur ki, 2024-cü 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 2025-ci il Konstitusiya və Suverenlik ili elan edilmişdir. Yəni, bildiyimiz kimi bizim müstəqil dövlətimizin konstitusiyası 1995-ci il 12 noyabr tarixində qəbul edilmişdir və onun qəbul edilməsindən 30 il ötür. Biz bu il həmin müddəti bayram edəcəyik, yəni bu 30 il keçməsini qeyd edəcəyik. Həm də zəfər çalmışıq, 44 günlük savaşda zəfərlə qalib gələn bir xalqıq və zəfərimizin də 5 illik münasibəti ilə 2025-ci il Konstitusiya və Suverenlik ili hesab olunur. Mən də bir vətəndaş, bir vəkil və bir Azərbaycan hüquq cəmiyyətinə aid bir şəxs kimi məmnuniyyətlə öz çıxışıma, əlbəttə Azərbaycan Respublikasının konstitusiyasının normalarına istinad edərək başlamaq istəyirəm. Onu qeyd edim ki, konstitusiyamızın preambulasında onun niyyətləri verilmişdir və həmin niyyətlərdən birində göstərilir ki, Azərbaycan xalqının, dövlətin iqtisadi və sosial inkişafına nail olmaq, təminat vermək və bununla xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinə şərait yaratmaq Azərbaycan dövlətinin bəyan etdiyi niyyətlərdən biridir. Həmçinin, əziz gənclər, konstitusiyamızın 16-cı maddəsində də göstərilir ki, maddə özü sosial inkişaf və dövlət adlanır və orada göstərilir ki, Azərbaycan dövləti xalqın rifahının yüksəldilməsinə, hər bir vətəndaşın rifahının yüksəldilməsinə daima nəzarət edir, buna şərait yaradır, zəmin hazırlayır. Həmçinin onların sosial müdafiəsinə və sosial təminatının qayğısına qalır. Eyni vaxtda səhiyyənin, elmin, təhsilin, mədəniyyətin, incəsənətin inkişafına yardım edir və ölkənin təbiətini, tarixini, maddi və mənəvi irsini qoruyur. Bax, bu normanın şərh edilməsi onu deməyə imkan verir ki, bizim dövlətimiz, müasir Azərbaycan dövləti nəinki regionun, hətta qarma-qarışıq, bəzi siyasətçilərin sözü ilə desək, 3-cü Dünya müharibəsi astanasında olan, dağınıq dünyada söz sahibi olan dövlətdir. Bizim dövlətimiz nəinki regionun güclü dövlətidir, bunu böyük bir fəxarət və qürur hissi ilə deyə bilərik, həm də bütün beynəlxalq müstəvidə söz sahibi olan dövlətdir. Əlbəttə, belə bir uğuru əldə etmək və bugün bunu fəxarətlə demək üçün biz gücü Azərbaycan dövlətinin başçısı İlham Əliyev cənablarının şəxsiyyətində görürük və ona öz minnətdarlığımızı bildiririk ki, bugünkü bu qarma-qarışıq dünyada bizim dövlətimizi söz sahibi edə bilmişdir. Bizim dövlətimizin sosial strategiyasının əsas məğzində insan modeli dayanır, insan amili dayanır. Və bu baxımdan sosial siyasətin aşağıdakı istiqamətləri var. Bunlar məndən öncəki deməli Hicran xanım da sosial strategiyanın istiqamətlərini sizlərlə böldü. Mən də bəzi nüanslara toxunmaq istəyirəm. Məsələn, dövlətimizin təhsil və səhiyyə sahəsindəki islahatları ilə bağlı öz fikirlərimi sizlərə paylaşaraq demək istəyirəm ki, təhsil sahəsində bildiyimiz kimi ölkə başçısı 21 iyun 2021-ci il tarixində, 17 iyun 2021-ci il tarixində çox mütərəqqi addımlardan birinə imza atdı. Belə ki, hesab edirəm aramızda o tələbələrdən var ki, deməli, təhsil tələbə kredit fondunun kreditlərindən yararlanmış olsun.
Bax, çox bu mütərəqqi bir addımdır və bütün gənclərin təhsil almaq istəyən, ali təhsil, orta ixtisas təhsilindən yararlanmaq istəyən Azərbaycan gəncliyi üçün məncə çox əvəzedilməz və mötəbər addımdır. Çünki burada məqsəd nədir? Təhsil almaq istəyən gənclərin təhsilə əlçatanlığını təmin etmək. Yəni, ailə vəziyyəti zəif olan, maddi durumu gərgin olan, kəskin olan, valideyn himayəsindən məhrum olan uşaqların təhsil almasını təmin etmək üçün əlbəttə dövlətin verdiyi ən böyük zəmanət nə olardı? Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində belə bir kredit fondunu yaratmaq. Və bu, yenə təkrar edirəm, çox mütərəqqi və alqışlanması addımdır və düşünürəm ki, bu kreditdən istifadə edən, yararlanan tələbələrimiz var, sizin də aranızda var. Həmçinin səhiyyə sahəsində dövlətimizin islahatları ilə bağlı nə deyə bilərəm? Çox böyük islahatlar həyata keçirilir. İcbari tibbi sığortanın tətbiq edilməsində məqsəd nədir? Burada məqsəd insanların yüksək keyfiyyətli və pulsuz tibbi xidmətlə təmin olunmasına şərait yaratmaqdır. Və bununla da artıq bu yolda da çox böyük uğurlar əldə etmişik və bu da düşünürəm ki, alqışlanması addımlardan biridir. Əziz gənclər və əziz tədbir iştirakçıları, onu da demək istəyirəm ki, bax, hər birimiz və yaxud fərd olaraq və yaxud toplum olaraq bizim dövlətdən gözləntilərimiz çoxdur, düzdürmü? Lakin bizim özümüzün dövlətə verdiklərimiz və yaxud vətəndaş kimi biz dövlətə mənsub, onunla siyasi hüquq bağlılığımız var. Lakin bir vətəndaş kimi biz özümüz dövlətə nəyi veririk və yaxud nəyi verməliyik? Bax, bu istiqamətdə mütləq şəkildə biz ictimai təşəbbüsləri həyata keçirən təşkilatlarda iştirak etməliyik, ictimai təşəbbüslərdə təşəbbüskar olmalıyıq və aktiv fəaliyyət göstərərək dövlətimizin əldə etdiyi uğurlara dəstək olmalıyıq. Bax, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu dövlət, memarı olduğu bu dövlət, əlbəttə ki, onun strategiyasını, siyasi kursunu məharətlə davam etdirən İlham Əliyev cənablarının sayəsində bugünə gəlib çatıb, düzdürmü? Lakin bizdən vətəndaş olaraq nə tələb olunur? Bu dövləti qorumaq. Azərbaycan dövlətinin başçısı siz gənclərə çox böyük etimad göstərir və öz çıxışlarında hesab edirəm ki, burada demək bunun yerinə düşərdi. O öz çıxışlarında dəfələrlə vurğulayır ki, Azərbaycan gəncliyi bizim gələcəyimizdir, gələcəyin zəmanətidir, dayağıdır. Bundan böyük gəncliyə verilən qiymət, dəyər nə olar sizcə? Və hesab edirəm ki, siz də gənc olaraq bu dəyərə yanaşmanız olmalıdır. Bu dəyərə öz hərəkətlərinizlə, öz şəxsinizdə və bütövlükdə toplum olaraq belə dəyərlərə, toplumun əsas hissəsini təşkil edən gənclik olaraq belə dəyərə yanaşmanız olmalıdır və bu ənənəni davam etdirməlisiniz. Və bilməlisiniz ki, dövlətin strategiyasının, inkişaf strategiyasının əsasında siz gəncliklə dayanırsınız və bizlər sizlərə böyük ümidlə yanaşırıq. Eyni zamanda vətəndaş cəmiyyətlərində qeyd etdiyim kimi aktiv olmalısınız, təşəbbüskar olmalısınız. Bilirsiniz, bugün dünya dəyərlərinə fikir versək, orada görərik ki, hətta dünyanın nüvə silahına malik olan dövlətləri öz içərisindəki gücü tapmadığına görə, dövlət və cəmiyyət arasındakı vəhdəti əldə edə bilmədiyinə görə, dünya dəyərlərinin bölüşdürülməsi zamanı çox böyük təzyiqlərə məruz qalır, hətta özünü bəzən müharibələrin içərisində görür. Amma bizim cəmiyyətimiz belə deyil və bunu Cənab Prezident 44 günlük savaşla bağlı öz fikirlərini, zəfər tariximizlə bağlı öz fikirlərini cəmiyyətlə paylaşarkən də həmişə vurğulayır ki, bizim bu müharibədə qalib gəlməyimiz, qonşu, mənfur düşmənimizdən iqtisadi, siyasi, hərbi güclə yüksək olmağımızla deyildir. Burada qalib gəlməyimizin ən başlıca səbəbi, ən başlıca amil dövlət və vətəndaş arasındakı birliyin olmasıdır. Biz dövlətlə vətəndaşlıq, toplum olaraq birləşdik və dəmir yumruq, bu vəhdətdən doğan dəmir yumruğu düşmənin başına elə indirməyə bacardıq ki, biz itirilmiş 30 il işğal altında olan torpaqlarımızı sevərək azad etdik və biz dünyanın tarix yazan, zəfər çalmış dövlətinə, xalqına çevrilməyə bacardıq. Əziz gənclər, mən hesab edirəm ki, belə təşəbbüslərin həyata keçirilməsi çox vacibdir. Çünki bu həm də hüquqi maarifləndirmə xarakteri daşıyır və xüsusilə biz vəkillərin, hüquq cəmiyyəsindən burada iştirakının deməli şərtləndirilməsində məqsəd sizlərdə hüquqi mədəniyyətin gücləndirilməsidir. Həm də ictimai təşəbbüsü həyata keçirən təşkilat kimi, yəqin ki, siz hüquqi bazı ilə öz təminatınızı da təşkil etmək istəyirsiniz
Beləliklə, mən çıxışımı sonlandırmaq istəyirəm. Üzümü bir daha siz gənclərə tuturam. Bizim xalq olaraq, dövlət olaraq sizə inanımız böyükdür. Siz bizim cənab prezidentin sözləri ilə bir daha təkrar etsək, dayağımızsınız, gələcəyimizsiniz. Siz də bu cür, özünüzə bu cür yanaşın və çalışın ki, aktiv olaq, dövlətimizin ətrafında, dövlət başçımızın ətrafında sıx birləşək və dövlətimizi, Azərbaycanı dünyanın indi olduğu mövqeyindən də daha yüksək mövqeyə çatdıra bilək. Minnətdaram, hər birinizə təşəkkür edirəm. Çox sağ olun, Kəmalım xanım, minnətdarlığımı bildirirəm. İndi də söz verirəm Azərbaycan İcra Hakimiyyətinin baş məsləhətçisi Cavid müəllimə. Təşəkkür edirəm sözünüz üçün. İlk öncə sizləri Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektiv adından salamlayıram. Bildiyiniz kimi, Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir. Ölkəmizdə əhalinin ümumi rivayət halının gücləndirilməsi dövlət sosial siyasətinin əsas prioritet sahəsi kimi diqqət mərkəzindədir. Ümumilikdə ölkəmizdə vətəndaşların sosial xidmət sahəsində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir və Cənab Prezident İlham Əliyev tərəfindən nümayiş olunan güclü siyasi iradə sayəsində Respublikamızda yoxsulluğun aradan qaldırılması istiqamətində davamlı tədbirlər görülməkdir. Və məhz bunun nəticəsidir ki, bu siyasətin nəticəsidir ki, ünvanlılığa, ədalətə və bərabərliyə yönələn güclü sosial baza yaradılmışdır. Bütövlükdə sadalananlar və deyilənlər onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasətin başlıca mərkəzində Azərbaycan vətəndaşlarıdır. Diqqətinizə görə təşəkkür edirəm. İndi də layihənin eksperti Gövhər xanım Quleyeva verilən sözü. İlk öncə hər birinizi salamlayıram. Çox sağ olun, təşəkkür edirəm Can xanım sözü mənə verdiyiniz üçün. Əziz tələbələr, hər birinizə minnətdaram. Yəni, bu gözəl vaxtınızı ayırıbsınız. Sesiyanın artıq yekunlaşan vaxtıdır. O vaxtınızdan bizə ayırdığınız üçün sizə birinci təşəkkür edirəm. İkinci növbədə bu sizin üçündür bu tədbirlər. Bu bizim Dayaq İctimai Birliyi olaraq üçüncü tədbirimizdir. Tədbirin əsas məqsədi nədir? Əsas məqsəd siz gənclərlə ictimaiyyət arasında əlaqə yaratmaq, sizləri maarifləndirmək, bugün dövlətimizin apardığı siyasətlə sizləri tanış eləmək və bir gələcək nəslin qurucuları kimi gənc nəsilsiniz və sizin savadlı yetişməyiniz bu dövlətin əsas siyasi xəttindən biridir. Bu il bizim 2025-ci il konstitusiya və suverenlik ilidir. Və hər bir vətəndaş öz hüquq və azadlıqlarını bilməlidir. Ələlxüsus da siz gənclər, siz tələbələr. Bugün gedən proseslərdə, ictimai proseslərdə, iqtisadi proseslərdə siz yaxından iştirak eləməlisiniz və sizin hər birinizin məlumatınız olmalıdır ki, gələcək şəxsi həyatınızı qurmaq üçün və dövlətimizin apardığı siyasi xətt planlarında iştirak eləmək üçün. Birinci növbədə uşaqlar, əsas məsələ sosial təminatlardan ibarətdir. Sosial təminatlar nədir? Yəni, bu mövzunun əsas mərkəzində dayanan kimlərdir? Təbii ki, birinci növbədə ölkə əhalisi və onun içərisində gedir bizim az təminatlı ailələrimiz və o cümlədən gənc nəsil olaraq siz hələ təhsil alırsınız və bayaqları xanımız çox gözəl qeyd elədi, təhsil kreditləri və hər bir tələbə olaraq siz özünüz bu təhsil kreditlərindən yararlansanız, məncə, yəni ki, peşman olmasınız. O cümlədən artıq 18 yaşında olan gənc həyata müstəqil olaraq baxmalıdır, öz addımlarını atmalıdır və bugün iqtisadi proseslərdə, dünya iqtisadiyyatından əsas ələlxüsus bunu nəzərdə tuturam, ayaqlaşmaq üçün, bazar iqtisadiyyatı ilə ayaqlaşmaq üçün və gələcəkdə iş təminatı əldə eləmək üçün bütün bu proseslərin hər birindən sizin xəbəriniz olmalıdır.
Və bugün dünyanın qlobal problemləri var. Birinci növbədə ən böyük problemlər təbii ki, ətraf mühitin çirklənməsidir və keçən il Azərbaycan bir dövlət olaraq COP29-a ev sahibliyi elədi. Və uşaqlar yaşıllaşdırma, yəni cəmiyyətin gələcəkdə davamlı olaraq belə deyək ki, yaşaması, ətraf mühitin sağlam olması hər birimizdən asılıdır. Birinci növbədə biz harada oluruqsa olaq, yəni təbiətimizi qorumalıyıq. O cümlədən də, yəni yenə deyirəm, Azərbaycan dünyada balaca bir ərazisinə görə balaca bir dövlətdir. Lakin bu böyüklükdə bir təşkilata ev sahibliyi eləmək bu özü nələrdən xəbər verir? Dövlətin iqtisadi gücündən xəbər verir. Və 44 günlük müharibədən sonra, artıq 5 il keçib, o müddətdən sonra dövlətimizin dünya arenasında tanınması, yenidən belə deyək ki, böyük tədbirlərə qoşulması, bu da dövlətin iqtisadi belə deyək ki, qüdrətindən xəbər verir. Bayaqlar yenə bizim Kəmalə xanım onu çox gözəl vurguladı. Və mən işsizlik ən böyük problemlərdən birində onu, yəni qlobal məsələlərdən birində dilə gətirmək istəyirəm ki, bugün işsizlik problemidir və elə sahələr var ki, uşaqlar, əsasən o sahələr artıq belə deyək ki, cəmiyyətə tələbat olmadığından artıq o peşələr keçmişdə qoluşur. Və ona görə də əslində tibb sahəsi bugün sağlamlıq, yenə deyirəm, sağlam gənclik, sağlam mühit və təbii ki, insanların sağlam olması böyük problemlərdən biridir. Siz bu gələcəkdə sağlamlığın keşiyində dayanacaqsınız. Və sizin üçün yəqin ki, əsas məsələlər nədən ibarət olmalıdır? Yəni, bugün tibbdə inkişaf eləyən tibb sahəsini diqqətdə almalısınız. Və o cümlədən də yaxşı bir tibb işçisi kimi fəaliyyətə başlamaq üçün əsas məsələ nədən ibarətdir? Yəni, müasir innovasiyalardan istifadə eləməklə özünü inkişaf elətdirməkdir. Keçən dəfəki tədbirimizdə, Texniki Kollecdə bizim tələbələrdən, gənclərdən biri çox gözəl sual verdi. Xaricdə təhsilinə bağlı və tələbələrin öz həyatını xaricdə qurması ilə bağlı o məsələyə toxundu. Təbii ki, və mən fəxrlə deyə bilərəm ki, bugün düzdür. Mən istəməzdim ki, bizim savadlı gənclərimiz xaricə üz tutsunlar. Çünki yenə deyirəm, insan resursları var. Dövlətin əsas dayaq məqsədi onun savadlı vətəndaşlarıdır. Və bugün mən burada dayanmaqla sizin sosial həyatınızda olan problemlər bizə maraqlıdır və o suallarınızı verə bilərsiniz. Və gəncimizin sualı nədən ibarət idi? Nəyə görə Azərbaycana qayıtmır əksər insanlar? Birinci növbədə hər kəs öz maddiyyatını fikirləşir, təbii ki, öz həyatını qurmaq istəyir və buna görə də müəyyən belə deyək ki, məsələlərə görə, öz şəxsi maraqlarına görə xaricdə qala bilərlər. Və Almaniyanın inkişaf eləmiş tibb sahəsində uşaqlar, bir 300-dən çox bizim Azərbaycanlı həkimlərimiz var. Bu, təbii ki, bizim fəxrimizdir. Ancaq mən istəyərdim ki, o insanlar ki var, onlar sağlamlığın keşiyində dayanırlar, onlar Azərbaycana üz tutsunlar. Və hər il müəyyən iş yarmarkaları keçirilir. Dövlətin əsas planından biri də iş yarmarkalarının təşkil olunmasıdır. Sosial Təminat Nazirliyinin dəstəyi ilə burada deməli iş yarmarkaları təşkil olunur. Və bu iş yarmarkalarının əsas məqsədi nədən ibarətdir? Yeni açılmış iş yerləri və hansı sahəyə ki tələbat var, onlar haqqında məlumat vermək, işə götürənlərlə iş axtaranlar arasında müəyyən əlaqələr yaratmaqdır. Və bir gənclik olaraq da bu cür proseslərdən kənarda qalmamanızı tövsiyə edərdim. Və uşaqlar, ən çox biz informasiyanı bugün təbii ki, internet üzərindən əldə edirik və internet üzərindən özümüzü inkişaf elətdiririk. Və Dayaq İctimai Birliyinin də internet saytlarında tez-tez tədbirlər haqqında, müəyyən deməli problemlər haqqında məlumatlar olur. Oradan da yararlanmanızı tövsiyə edirəm. Və sizi maraqlandıran suallarınız varmı? Əgər varsa, bugün məsələn, hər hansı bir məsələ haqqında istəyirsinizsə, biz onu cavablandırmağa hazırıyıq. Bilirik ki, bugün artıq sesiya müddətidir və İcra xanım da dəfələrlə qeyd elədi ki, biraz tələsmək lazımdır, tələbələrin vaxtından gedir, onların imtahanlarıdır. Sizə uğurlar arzulayıram. İnşallah ki, Respublikamızın, dövlətimizin
gələcək siyasi həyatında sizin də öz əməyiniz olacaqdır və çalışdığınız, qarşınıza məqsəd qoyduğunuz sahələrdə sizə müvəffəqiyyətlər arzu edirəm. Buyurun, kimin nə sualı varsa? Yoxdur mu sualda sual? Çox təşəkkür. Deməli, hər şey onda qaydasındadır. Çox sağ olun, diqqətinizə görə olsun. İndi də bir nömrəli Tibb Kollecinin nümayəndəsi Elnur Məhməd sözü verirəm. İlk öncə bütün qonaqlarımızı salamlayıram, xoş gəlmişsiniz deyirəm və tədbirin keçirilməsində əziyyət olan İcra xanımıza xüsusi təşəkkürümüzü bildiririk ki, tələbələrimizi bu cür mövzularda maarifləndirirsiniz. Məncə burada yetəri qədər danışıldı. Tələbələrimiz inanıram ki, bu tədbirdən özlərinə bir töhfə götürəcəklər və ictimai həyatlarında maksimum aktivliyi və dövlətə dəstəyi nümayiş elətdirəcəklər. Bir daha sizə təşəkkürümü bildirirəm. Hər birinizə uğurlar. İndi də sözü verirəm Bakı Dövlət Rabitə Nəqliyyat Kollecinin müavini, Həmkarlar Təşkilatının müavini Həsənova Cəmilə xanım. Salam, hər birinizi salamlayıram. Mən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Tələbə Gənclər Təşkilatının müavini Həsənova Cəmilə. Təşəkkürlərimi Hicran xanıma bildirirəm ki, mən də bu tədbirə çağırıb. Mən də hər birinizə təşəkkürlərimi bildirirəm. Burada iştirak edən nümayəndələrimizə də təşəkkürlərimi bildirirəm. Bir daha sizlərə çox sağ ol deyirəm. Bu imtahan dövründə bizə qəbul etdi. Nailə xanıma çox sağ ol deyirəm. Dəstəyini göstərdi. Elnur müəllimə, Sevda xanıma, bütün kollektiv heyətinə öz minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyevə təşəkkür edirəm. Hər zaman bizə dəstək olub, hər zaman bizə öz köməkliyi göstərildi. Vəkillər Kollegiyasının rəhbəri Anar müəllim, Aydın müəllim, bütün kollektiv heyətinə təşəkkür edirəm ki, hər zaman bizə mütəmadi olaraq dəstək və köməkliyini göstərib. Çox sağ olsunlar. Azərbaycan Respublikasının İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, bütün işçi kollektivi heyətinin işçilərinə də öz sağ olunu, minnətdarlığımı bildirirəm ki, hər zaman da bizə öz köməkliyini, dəstəyini əsirgəməyib, göstərirdi. Çox sağ olun, hörmətli tələbələrim. Sizə hər zaman uğurlar arzudur. Siz bizim gələcəyimizsiniz. İstəyərəm ki, sizin də hər zaman sorağınız yüksəklərdən gəlsin. Fəxr edək, qürur duyaq sizinlə ki, mən bir nömrəli Tibb Kollecində oldum. Filənkəs tələbə doğrudan da yüksək səviyyədə təqdirə layiq görüldü bütün işləri. Mən bunu eşitmək istəyirəm, sizlərdən görmək istəyirəm. Mən doğrudan da Nailə xanıma təşəkkürümü bildirirəm ki, nə vaxt mən tədbir keçirəcəyimi bildirirəmsə, Nailə xanım, Elnur müəllim heç vaxt dəstəyini məndən əsirgəməyib. Çox sağ olsunlar. Dilarə xanım, Kəmalə xanım, Cavid müəllim, Göyhər xanım, Cəmilə xanım, sizə də təşəkkür edirəm bizim tədbirimizdə iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm. Allah sizə hər zaman işlərinizdə mütəmadi olaraq uğurlar arzulayıram. Bütün işləriniz həmişə yüksəklərdən gəlsin. Çox sağ olun. Biraz ortaya gelsin.
Bakıya nə güzəşt edəcəksiniz imtahanda. Yox, özləri oxuyub ki.